Salam, axşamınız xeyir. Deməli, sınavlardan o qədər sual verilib. Mən durub elə o sınavları hamısını izah eləsəydim, daha yaxşı olardı deyə düşünürəm. Amma ona da vaxt yoxdur. İndi açıram mən sınavları. Bir saniyə, bir dənə burada belə bir şey deyək. Sınav, 4-cü qrup. 20 sınav, 1-ci qrup onu da... 20 sınav, 1-ci qrup. Deməli, 14, 15, 16-cı sınavlar verilib. Birinci, 4-cü qrup üçün baxıram. 14-cü sınavdan 14-cü sınavdan 3, 5, 7 var. Deməli, deyir ki, 3-cü sualda Eyler Venn diaqramına uyğun gübrələrin alınmasında istifadə olunan maddələri müəyyən edin. Persiptat bilirik ki, kalsium HPO4 vurulsun 2H2O idi. 2 qat superfosfatda kalsium dihidroortofosfat idi. İndi kalsium karbonat istifadə olunur. Kalsium karbonat bunun istehsalında bir bura gedəcək. Kalsium ortofosfat 2 qat superfosfatdaydı. H3PO4 hər ikisində var idi. Bir də kalsium hidroksid buradaydı. 4. Reaksiyaları da istəsə sizə göstərərəm. 1, 4, 2, 3. Yəni reaksiyaları da göstərim yerin sizə. Gübrə istehsalı, baxın. Bəli, burada. 2 qat superfosfat alınmasında kalsium ortofosfat H3PO4, persiptatda alınmasında kalsium H2, H3PO4, kalsium karbonat H3PO4. Yəni sizdən istədiyi bu idi. 3-cü sualda nəzəriyyə. Sonra 5. Hansı duzların suda məhlumda OH H-dan çoxdur, yəni qələvi mühitdir. Qələvi mühitdə nədir? Qüvvətli əsas zəif turşudan əmələ gəlsin. Cavab 1 və 2 olacaq. Qüvvətli əsas zəif turş. Qüvvətli əsas zəif turş. 3 ilə 4-də turş duz alınır. Turş mühit alınır. Turş duz yox. Turş mühit. Sonra 7-yə baxırıq. Belə bir sual. Biz bilirdik ki, reaksiya istilik effekti sağ çıx sol. Sağdakı maddələrin əmələ gəlmə istiliyindən soldakıları çıxır da. Əmsalı nəzərə almaqla kalsium sulfatı X verib 1 moldu X plus suyu verib 286 2 moldu. Yəni 2-ni 286-ya vursaq 572. Çıxılsın ilkin tərəf. 2 dənə kalium OH var. 426-ya vursaq. Bir dənə kalkulyatora keçid eləyək. 2 vurulsun 426. 852. Plus 810. Yəni buradan da millət nə olacaq? X bərabər olacaq 340 minus 572 plus 852 plus 810. Nə tapsa cavab burada odur. Daha hesablamasını eləmirəm. Onsuz da ki sualımız çoxdur, vaxt da çox gedir. 14 nədir? Hər kəs verib bunu. Bir əsaslı karbon turşusu. Molekulunda pir abidələrin sayı 2. Mübarək insanlar. Pir abidələrin sayı 2. Karbon turşularında hökmən burada bir dənə pi var idi. Bir də R var. Deməli, bir pi burada
R'də də bir pi var. R'də bir pisi olan metakril idi. Olein idi. Metakrildə də bir pi var idi. Oleində də bir pi var idi. Aha, oksalatda da 2 pi var axı. Burada Bir əsaslı cavab deyiləm düz. müəllim. Bir əsaslı deyilmiş. Bəli, təşəkkürlər. Oksalatda 2 pi var, amma 2 əsaslıdır. Yaxşı ki, diqqəti yönəltdin. Ona görə oksalatı götürmürük 1 və 4. Mən Bir bu var. sualda iminli oksalat üstündə xeyli vaxt itirmişəm. Ona görə sən tez diqqət elədin. 16. Hansı maddələr reaksiyada xlorid turşusu oci xassəyə göstərir? Millət. Xlorid turşusu oksidləşdiricidir nə ilə? Kalsiyumdan oksidləşdirici olar. Çünki metallar həmişə reduksiya edici olur. Yəni bu reaksiyanı yazmadan kalsiyumdan oksidləşdiricidir. 1. Qaldı bunlar. Bir dənə 2 ilə 4-ə baxın. 2 ilə 4-də yada gəlir. Laboratoriyada xlor alınması üçün istifadə olunurdu. Və o reaksiyalarda xlorid turşusu deyirdik, oksidləşdiricilərlə reaksiya girir. Yəni o reaksiyalarda kalium manqanodur, manqano 2, onlar oksidləşdirici olurdu. Xlorid turşusu orada reduksiya edici olurdu və xlorid turşusundakı xlor -1-dən 0-a oksidləşirdi. Yəni reduksiya edici idi, oksidləşirdi. 2 ilə 4 belə getdi. Magnezium 2 silisiuma baxaq. Burada magnezium xlor 2 və CH4 alınırdı. Hidrogen burada müsbət 1-dən -1-ə gəlirdi. Ona görə də burada da H xlor oksidləşdiricidir. 1 və 3. A variantı. Sonra 16, 17. Deyir, X karbonla da girsin, hidrogen, silisiumla da girsin. Hidrogen çıxdıq, silisiumla girmir. Kalsium hər ikisi ilə girir. Oksigen də hər ikisi ilə girir. Və Y karbonla girməsin. Amma silisiumla girsin. Bu su ola bilməz. Su karbonla girir. Silisiumla girmir əksinə. Bu xlor ola bilər. Natrium OH da ola bilər. Natrium OH da ola bilər. Deməli, A variantı da getdi. Bu dəfə karbondan girsin, silisiumdan girsin. Ay, nə olub? Karbonla girsin, amma silisiumla reaksiya girməsin deyirsə, natrium OH silisiumdan girir. Xlor dediyi girir. Cavab B olacaq, hidrogen. On doqquz. Nəzəri reaksiyalardır da. Metan 1500-də C2H2 verməli idi. Su ilə bu düzdür. 1000-də C verməli idi. Bir də 4 dənə də. Xlor 4 moldursa, deməli 4 mol H xlor alınır. Hidrogenlərin 4-ü dəvəsi olunur. Bu da olur. 2 və 4. Bunu niyə yazamamışsınız? Bir saniyə yerimi dəyişim. Sonra baxıram. 19 da getdiyinə görə
21-24 var burada. Bu nədir? Ha, bunu kimsə soruşu baxın məndən. Salam. Salam. Gümüşlə sarımtıl çöküntü brom verir, yod verir, xlor verir. Və reaksiya daxil olduğu natriumun mol miqdarı. İndi biz bilirik ki, xlor, brom, yod sırasında bunların AR-ləri X2 vəziyyətində xlor 2, brom 2, yod 2. Mr artır. Mol kiçik M bölsün böyük M. Kütlələrin eyni verir. Deməli, molla böyük M tərs asılıqda. Görürük də bunu. Bunu niyə səhv edirsə? Eləməyin də bunu səhv. Tərs asılıdır. Deməli, nə çıxır burada? Emiri böyük olan molu kiçik olacaq. Molu kiçik olanda daha az natriumla reaksiya girər. Molu böyük olan daha çox natriumla reaksiya girər. İndi burada yodun molu ən az olacaq eyni kütlədə. Çünki emiri böyükdür. Deməli, yod daha az girəcək natriumla. Ən çox N3 olacaq. Çünki xlora daha çox natrium sərf olunacaq. Xlorun emiri kiçikdir. Molu böyükdür. Ən az da N2 olacaq. M1 4 olacaq. Bunu biz nə deyək ki, bunu siz görəsiniz. Yəni, burada bəsit bir kütlə mol çevrilməsidir. Niyə bunu adam bilməsin ki? Deməli, riyazi düşüncədə problem var da. İyirmi dörd. Məmiş necəsin? Deməli, baxın, əgər qabların həcmi eynidirsə, molyar kütləni verirsə, ədədi orta. Qutardı getdi. Ədədi ortada bilirik də yəqin ki. 3 bərabərdir. 0,5 plus 2,5 plus x bölünsün 3. Sağ olun. 9 bərabərdir. 3 plus x bərabərdir 6. S1 V1 plus S2 V2 bərabər S3 V3 bərabərdir S son və son da eləyə bilərsin. S1 V1 plus S2 V2 plus S3 V3 bərabərdir S son və son da eləyə bilərsiniz. Yəni, bax, 0,5 vur V, 2,5 vur V, x vur V topladınız, bərabər oldu. 3 vurulsun. Bu V1, V2, V3 hər biri V daxil. V sonun yerinə 3V yazacaqsınız. Eyni şeyə gəlib çıxır da bir sözlə. Burada başqa sual verilməyib. 15-də var. Mən 13 izah elədim. Nə pis. Mən deyirəm, bu suallar mənə tanış gəlir. 14-ün sualların 13 yerinə izah elədim. Ağlamaq istəyirəm. 15 dəqiqədə boş-boşuna. Üçə baxaq. Alkan. Proton-neytron fərqi H sayını verir. Demək, bu alkanın 14 hidrogeni var. C6H14'dür. Alkanda da bir dörtlü karbon atomu var. Bir dənə dörtlü karbon yazsaq və bunu səmərəli adı olacaq. Trimetil etil metal. Bu qapını bağlayın da. O qapını da bağlayın. 5
Metan turşusu qarışqadır da. Etan da CH3COH-dur. Hə, bax bunu necə eləyərik? Çox qəşəng sualdır. Buna heç nə verməyəndə birinə A mol deyirsiniz, birinə B mol. Burada karbon var 12 A qram. Burada karbon var 24 B. Oksigen var birincidə 32 A, ikincidə də 32 B. İndi götürürük, nə edirik? Bu kütlələri toplayıb 96-ya bərabər edir. 12A plus 24B bərabərdir 96. 32A, 32B'nin də bərabər edir 160-a. Əslində kiçik ədədlərə gələ bilərik. Bunun hər tərəfini 12-yə bölə bilərik. 96 12-yə bölünür. Bölünür. 12-yə bölsək A plus 2B bərabərdir 8. Bunu da hər tərəfini 32-yə bölə bilərik. A plus B də bərabərdir 5-ə. Sisteminə yuxarıdan aşağını çıxsaq B bərabərdir 3. A-nı da tapsaq 2. Deyir, qarışığın gümüş peroksid amonyak məhlulu ilə reaksiyasında neçə litr qaz alınır? Təbii ki, burada gümüş peroksidlə reaksiya girir, metan turşusu qaz alınan reaksiya. Qarışqa turşusunun gümüş peroksidlə reaksiyasını yazsaq, əmsallaşdırsaq, biz qarışqa turşusuna A mol demişdik, A da 2-dir. 2 mol qarışqa turşusundan da 2 mol karbon qaz alınır. Bu da 44,8 litr C variantı edir. Leyla, Bəli, mən. aydın olurmu Leyla? Bəli, mən başa düşdüm. Mənim sualım idi. Bəli, sənin sualın idi. Allah yar, sən də atmısan. Bəli, mənim aydın olur. Tamam. Nə aydın olmasa soruşuna mütləq. 7-ci suala baxırıq. Etin. Etin asetilendir. Mən Bir bu maddə sualı dərsdə soruşmuşsunuz, bilməmişdim deyə yaza bildim. yaza bildin. Onda bunu sən mənə de də, Gəlmə- mən biraz dincəlim. Burada etin deyir tam xlorlaşmasına səbəb olunan xlorun həcmi. Bunun etinin üstünə bir dəfə birləşmə reaksiyasına görə xlor sərf olunur. Bir də qalan hidrogenin əvəz etməsinə görə xlor sərf olunur. Bu sualı vermişsiniz, səhv eləmişdim. Bəli, bəli. Hə. Onda cəmi nə birləşmə- qədər xlor sərf olunur bunun? 2x əvəz etməsinə gedir. Burada hə mən oradakı x-i saymasaq, özümüzdən x desək, 2x əgər birləşməsinə gedirsə, 2x da əvəz etməsinə gedər. Onda toplam 4x Yəni gedər. 1 mol etinə ümumilikdə 4 mol xlor sərf olunur. Belə deyə bilərik də adi əmsallaşma ilə. Bəli, mən. Hə. Tam hidrogenləşməsinə sərf olunan, hidrogenləşməsinə təkcə birləşməsinə sərf olunur. Onu da 222-ni mola eləsək, çevirsək, burada x minus 10 mol birləşməsinə sərf olunur. Amma onu da 2-yə vurmalıyıq, çünki 1 mol da 2 moldan gedir. Onda 2x minus 20 qədəri hidrogen sərf olunur. Deyir, maddənin miqdarı n moldur. Bir dənə təzədən de, sən izləyə bilmədinmi? Bax, 224 Gültaç, mola şərtdə, bir dənə bax. Şərtdə bunlar arasında nə qədər fərq var? Bunlar arasında 10 mol. 10 mol fərq var, hə? 10 mol fərqə etin n moldur da. Bəli. Düzdürmü? Bəs bizim şərtdə nə qədər fərq var?
Bizim siyasi reaksiyada nə qədər fərq var? 6 bir də 2 mol hidrojenlə klor arasında fərq var. 2 mol. Burada da 1 mol etindir. İndi də bərabər 5. Hə, 5 tapmamısan cavabı. Çoxdan yükləmişəm, deyəsən 5 olmalı idi. Belə daha rahat çıxır aslında. Amma əsas həm əvəz etmə, həm də birləşməsi o yadıma düşdü. Bəli, bu əsas oradır bax. Elə bil ki, bu hissəni bir də deyim. Asetilin 2 mol xlorla 2 pisi var axı. Birləşir. C2H2 xlorid 4. Qalan hidrogenləri əvəz eləməyə də əlavə 2 xlor 2 2 xlor 2 sərf olunur. Və nəticədə 1 mol asetilinə 4 mol xlor sərf olunmuş olur. Bəli, müəllim, cavabını Burada tapmışam. kağız var idi. 4-a bərabərdir x, 2-a bərabərdir x minus 10 yazmışam. Buradan x-ləri bərabərləşdirmişəm, a-nı 5 tapmışam. Mən buradakı şərtlərdən getməmişəm, özümdən məhsul qoymuşam. Ona görə oradakı x n-lə uyğun gəldi. Amma cavab 5-dir. Yaxşı. 14, 16. Deməli, nitratdır. X nitrat. XNO3 2. 3-dən 1-ə gəlib, yəni 2 mol parçalanıb. 2,5 molda qaz qarışığı alınıb. Qaz qarışığı. İndi 2 molundan 2,5 mol. 2 moludur da. 3-dən 1-ə gəlib. 2 molundan 2,5 mol qaz qarışığı alınıb. Çox maraqlıdır. Nəysə. Bu natrium ola bilməz. Aktiv metal ola bilməz. Aktiv metallar heç vaxt parçalandıqları miqdardan, bu n-dir. Deyirəm axı, yoxsa bayaqları gözümə qəribə görünürdü, səhv görünürdü. O mümkün ola bilməzdi. XNO3 2 yazım, amma 2,5 mol qaz qarışığı alınsın. O mümkün deyil. Natrium heç vaxt parçalandığından artığını verə bilməz də qaza. Yaxşımı? Burada qalır digər metallar. Bunu daha asan necə eləyə Lityum da bilərik? çünki NO3 alınmaz, oksid alınardı parçalanırsa. Oksid mis də verə bilər. Onu demirəm. Burada X NO3 alınır. Yox, parçalanıb deyirik. Bir dəqiqə. XNO3 parçalanıb. Lityum da ola bilər, civə də ola bilər. Bu nədir? Mis də ola bilər, gümüş də ola bilər. Burada Müəllim, 2N burada necə 2 mol bu nitrat duzu parçalanıb 2,5 qram qarışıq əmələ gəlib. bəli, 2,5 mol qarışıq əmələ gəlib. Yəni 1 mol olsaydı 125 olacaqdı. Bəli. Əslində bilirsiniz necədir? Bunu məsələn görmək olur. Bunu mislə və ya civə ilə ikisindən biri ilə yazıb eləmək olar. Yaxşı, məsələn deyək ki, Amma uzun gedir, müəllim ya. Bir yoxlamaq. biraz elə gedir, hə. Elə mis də olacaq da bu. Yox, mis olmayacaq. Misin 2 molundan 5 mol alınır. Misin 2 molundan 5 mol alınır. Mis olmaz. Lityuma baxaq. Tamam. Deməli, hə. 2 moldan 2,5 mol qaz qarışığı alınır. Bəlkə də burada belə bir şey eləyə bilərik. Baxın. Məsələ nədir? Parçalanan nitratla alınan qaz qarışığı arasında çox böyük fərq yoxdur. Bunu biz belə fikirləşə bilərik ki, metalın valentliyi nə qədər az olsa,
alınan NO2 də axı az olur. Yəni NO3 məsələn bura 2 düşəndə məcbur azota 4 düşür. Azot da qaz qarışımının bir parçası da axı. Amma 1 düşəndə bura azota 2 düşür. Yəni daha kiçik valentlərlə işləmək daha məqsədə uyğundur. Yəni belə bir çıxartma eləyə bilərik burada. Əgər qaz qarışığı parçalanan nitratdan az fərq yaradırsa. Ona görə burada daha kiçik valentli metalların, nitratların yazıb birinci onları yoxlaya bilərik. Məsələn, daha böyük qaz qarışıqları versəydi, onda belə fikirləşə bilərdik ki, demək ki, metal yüksək valentlidir ki, azota çox böyük əmsal verəcək, 2-3, alınan NO2 də çox olacaq ki, qaz qarışığında mol miqdarı çox olacaq. Bax, belə bir düşünə bilərik. Bilmirəm, mənim fikrim sizə nə dərəcədə çatdı. Bax, məsələn, mis 2 valentlidir, məcbur bura 2 verir, 2 molundan da 4 mol NO2 yazırıq. Amma lityum 1 valentlidir, bura 1 verir, azota 2 mol yazırıq, NO2 2 mol yazırıq, daha az qaz qarışığı verir. Bu şəkildə. Mən promol litriumu yazmışam, amma nə fikirləşib elə sразу litrium götürmüşəm bilmirəm. Yadımdan çıxıb. Mənim burada məsələn civənin olmadığını necə bildiniz ki? Yazmadım ona görə, yəni civəni yoxlamadım. Hə, tamam. Civəyə istəyirsən bir dənə baxaq. Yox, baxmayaq, prosta elə soruşurdum. Mən burada dedim ki, kuprum da oksid verər, lityum da oksid verər, onlar olmaz. Natrium da aktivdir deyə olmaz. Argendiumla civə də ikisi də passivdir olmaz. Elə deyə cavablanmaz. Sənə görə heç biri olmayıb ki. Sən Səbinəsən, ya Leylasan? Səbinə. Hə, Səbinə. Səslər necə oxşayır bir-birinə. Bu civə 3 mol verir Səbinə. Bəli. Bəli. 16, 17. Ne verir? X-in oksijene nisbəti 3/8. X böl 64 bərabərdir 3/8. 8, X 24 Səbinə. Yəni kimin sualıdırsa Səbinə dedim. MR də 112-dir. 24 plus 2Y plus 64 bərabərdir 112-dən. Bir dənə Y-i tapırıq. Y 12-dir. MY-in M oksijenə istəyir. Burada 2 dənə Y var. 24 bölünsün oksijendə 64. Bu da 3-ə 4-ə. Neçə eləyir bu? Neçə eləyər sizcə? C 8-də eləyir. hesab edir, 8-də 3 qalır. C. Gözəl şöyle. 17. Ayda. Bilmirəm bu sualı. Mən niyə bunları elətdirirsə siz? Kim işləmək istəyir bunu? Kütlə mol. Bayaq elədim bir dənə, səhv yerdə. Amma burada peroksidi, oksidi nəzərə almaq lazımdır, deyəsən. Bəli, bəli. Yazmamısan? Mən yazmışam. Mən də Uzun gedir. Biraz deyim mi? Yox, Səbinədən soruşurdum mən. Yazmışam, mən yazmışam. Hə, deməli Gültac, Deyim mən. sən uzaq nə idi? Uzun Çox mu uzaq gedib? getmə. Nə bilim. Çox da yox. Burada reaksiya daxil olan oksigen miqdarını istəyir. Hamısına M deyirsə, M-ə nə qədər olar? 39 qrama 1 mol oksigen daxil olursa. Bax hələ, Gültac, elə bunların altlarını yazanda görmək olacaq. M götürsək, nisbət. Nisbəti böyük olan daha çox oksigen Elə çıxır endirəcək. da, X-i tapanda hamısı elə çıxır. 39-da M bölünsün 39 1 eləyir, 46 1 eləyir, M bölünsün 28 də 1 eləyir. Məxrəci kiçik olanın qiyməti ən böyükdür. Ona görə də N3 böyükdür M1-dən, o da böyükdür N2-dən. Bəli.
Mənim biliyimin elə desək də belə çıxırdı. Yəni nisbət çıxırdı. Bəli, ülviyə susmaz nəcəb yoxdur, ya. Nicat, sən nəcəb buradasan? Ben bayağıdan buradaydım. Yoxsa sən dərslərə gələ bilmirsən, amma buradasan. Sevda var idi bayaq burada. Mən onu gördüm. Hə, Sevda. Bir dəqiqə. Bir də təzədən bunu açaq. Sevda yoxdur bu dəfə. Sevda. Ay Sevda. Bu nöqtə kimdir? Neyse, Sevda səsi açsan mənə bir dənə hərdən hə Bəli. eləyərsən. Hə, aça bildin səsi? Bəli. Sevda, sənin dərslərdə mən tapa bilmirəm. Sənə sual cavab eləmək istəyirəm. Sən qaçırsan. Necə eləyim mən sənin işini? Bax, sənə bugün səs də atmışam. Zəng də eləmək istəmişəm valideyni. Qulaq asıb mənim səsimə. Bəli. Deyən mənlə danışar da zəhmət olmasa. Evet. 19. Mübarək insanlar. Natrium sulfid aktiv oksigenlidir. Və bu hidroliz etdikdə bir saniyə. Bəli. Aktiv oksigenlidir. Elektroliz etdikdə burada su parçalanır. Su parçalandığı üçün də duzun kütlə payı artır. Bu artacaq. Suda məhlulda da mühit. Bu qüvvətli əsas zəif turşudan əmələ gəlib. Deməli, mühit də qüvvətliyə görə baxdığımız üçün qələmi mühit olacaq. Sonra 19 idi bu. 21-24. Baxın, lafsan polimerləşmə ilə yox, naylon polimerləşmə ilə yox, digərləri polimerləşmə ilə alınırlar. Polimetil metakrilatda oksigen yoxdur. Teflonda
Bağışlayın, polimetil metoksid oksigen var. Hətta yazım mən bunu görək. COOCH3. Mən necə dedim ki, bu yoxdur. Polimerləşmə ilə alınır, oksigen də var. Yəni X-a cavab B olacaq. Divinil polimerləşmə ilə alınır, amma oksijeni yoxdur. Teflon da CF2-dir. Tefal tavalar istehsal olunur bundan. Görürsüz? Polimerləşmədir, amma oksigen yoxdur. Cavab B olacaq. 24. Deməli, 200 qram 20%li duz məhlulundan 50 qram su buxarlandırılır. Sıxlığı nə bilim bu qədər olan məhlul alınır. X milli. Burada yəni problem nədir? 200 qram məhluldan 50 qram su getsə, burada qalır 240 qram məhlul. Məhlulun da sıxlığı 1,2-dirsə, həcmi olacaq 240 bölünsün 1,2. 200 milli. 200 milli. Bir de burada bir şeye baxaq. 290'ın 58 qram. 58 qram duz var. Adətən bu tip məsələlər səhv olur. Ona görə qram su var. 50 qram su getsə 182 qram su qalar. İndi sizə bir dənə mən bir şey deyim. Bir dənə məhlul düşünün. İçində 282 qram su var. 182 qram su, 182 qram milli ilə su deməkdir. 58 qram duz var. Sizcə bu məhlulun həcmi 200 milli eləyər? Fikir bildirə bilmirsiniz. Deyəsən yox. Çox eləyir. Duzun millisinə baxar da nə qədər olar. İndi bax, evdə hamınız Mən bir dənə şirin sual çay təzədən eləmiş. verim. Fikrim başqa yerdə idi. 182 milli su var stəkanda. Bəli. Bura 58 qram duz əlavə edib qarışdırsaz, həll Bəli. eləsəz. Bəli. Məhlulun həcmi artıb 200 milli olarmı? Mən artmasına artar. Aha. 200 Sonra milliyə da- qədər arta bilərmi? Amma 200 milli olmaz da müəllim. Qədər hə. Amma düz 200 milli olmaz da. Niyə? Mən orada həll olur. Aha. Orada itirir də öz nə qədərinsə də. Müəllim deməli həll olur. Kimi ifadə edə bilmirəm yaxşı. Mən Bəli. həll olur, kütləsini amma itirir də biraz. qalanı çökür də, başa düşdünüz? Yox, qalan çökmür. Hamısı həll olub Həll fikirlər. olur hamısı. Həll Onda olanda da 58 qram duzla 58 millilitr su həll olur. O sudan çıxır 182-yə 58. Bilirsiniz, mən burada praktikada qarşılaşdığınız bir halı demək istəyirəm sizə. Nəzərinizə çatdırmaq istəyirəm. Ki, belə bir şey ola bilərmi? Yəni bu riyazi və yaxud hansısa bir düsturda Mən biz sizə bunu necə başa yaz- saldım? Bəli, o düsturda da orada bir şey rol oynamır. Məsələn, adicə butulka var ha məsələn ha. Bəli. Butulkanı ağzına kimi məsələn doldururuq, orada hardasa 1 sm yer boş saxlayırıq da, yəni butulkanı görə Aha. biləcəyimiz hissəni. Həm də qarışdıranda rahat olsun deyə. Hə. Ora bir qaşıq duz da töksək, o rahat qarışıb həll olacaq və yenə də həmin qədər orada ara qalacaq. Biz ora 10 qaşıq duz töksək də yenə də həmin qədər ara qalır da Ay sağ təqribi. ol. Bax Onu düzgün demək deyil. istəyirəm. Yəni duz orada məhlulun həcmini artıb 200 eləyə bilməz. Yəni bu cür sualların həlli budur, amma məntiqən səhvdir bunlar. Yəni Müəllim, sualı həll sıxlıq- elə Sıxlığı çox sıxlığı məsələn yəni nəzərə alsaq məsələn çox desək, onda həcmi az olmalıdır. Yəni heç cür sıxlıqla da dəyişə bilməz onun həcmi. həcmi Yox, dəyişə sıxlığı bilər. dəyişəcək, Mən bilirsən həcmi də dəyişəcək. nəyə diqqət çəkmək istəyirəm? Məsələ yazanlar bir tərəfli yazır məsələni. Bu bax bizim fikir verdiyimiz bu incəliyə onlar fikir verə bilmirlər. Mən 20%-ni işlətmədim deyən o 20%-i oraya niyə qoymuşlar deyə fikirləşdim. Amma tapamadım.
20% bu məsələnin həllində qətiyyən rol oynamır. Niyə ola Məsələnin bilər? həlli birinci elədiyim kimidir. Sadəcə mən burada sizin diqqətinizə bir incəliyi diqqətinizə çatdırmaq istəyirəm ki, məsələni səhv yazırlar. Eşidirsiniz? Məsələ yazanlar buna diqqət eləyə bilmirlər. Bilmirlər də, bilgisizlikdən buna diqqət eləmirlər. Düşüncə tərzi deyək də. Bəli. Adi o Miragilin dediyi o butulka, su məsələsi onların ağlına gəlmir. Yoxsa ki, bu 20% bu məsələnin həllində bir rolu yoxdur. Mənə lazım oldu ki, bu məsələni onlar üçün səhv çıxarım. Bu şəkildə. Bir dənə birinci qrup izah eləyək. Birinci qrupdakı maşallah. Yəni, Allah sizin köməyiniz olsun. Allah sizi saxlasın. Əziz birinci qruplar. Bayaqdan da fikir verirəm. Birinci qruplar bir-bir ayrılırlar nəydən? Müəllim, mən sizə Bəli. keçən dəfə dedim də, o şikayət temasını atmaq lazımdır ortaya. Məncə də. Çünki onların heç biri gəlib dəstə iştirak eləməyəcək. Eləyəcək, narahat olma. Şikayət eləyək. Hə? Sən mənə burada qızışdır, neynə, Yox, mən müəllim. indi eləməyəm, indi biraz diz çıxmaz. Gələn dəfədən yəni başlayaq da, qrupa yazın ki, kim dərsdə iştirak eləməsə şikayət olunacaq. Yox, qrupa yazmayacağım. Birbaşa şikayət eləyəcəm. Ya da Nə hə, qrup? birbaşa şikayət edin, yəni Bəli. gözləmədikləri yerdən zərbə dəysin. Mən kiməsə nədir? Belə deyək də, hesab vermirəm ki mən. O da düzdür. Molekulda sigma rabitələrin sayı, indeksləri topla bir çıx, mübarək insanlar. Nə? Bir. Bir? Bəli. 14-cü sınavda bir deyilmiyib axı? Məndən sualım deyə. Hə, Valdə sənsən. Bəli. Hə, bu birdə bu şəkil nədir belə? Mən Desəm mismara oxşayır o. mesmara oxşayır. Bir dənə baxaq. Bax, burada yod buxarlandırılır. Bu fizikidir. Bu da süzmədir, fizikidir. Bu kimyəvidir. Kalium permanqat parçalanır. Prosta bu birinci şəkli mən görə bilmirəm. Mismarın paslanmasıdır. Yəqin ki, bir dənə yalnız 3 ola bilməz. Mismarın paslanması, oxşadamıram heç nəyə. Yəqin ki, 1-3 olar burada, Validə. Qaldı ki, bu iki, heç bu indeksləri toplayıb bir filan çıxmaya ehtiyac yoxdur. Aldehid oksidləşəndə sigma rabitələrin sayı 2% artırdı. A-ədisi A+2 olur. Qutarıcı. Əziz dördüncü qruplar. Artmırdı. 2, 4, Oksidləşəndə, bəli, oksidləşəndə bağışlayın. Çox üzr Hidrogenləşəndə. istəyirəm. 1% artır, bəli. O hidrogenləşəndədir. Dördüncü qruplar, siz də birinci qrup suallarını burada görmüş olacaqsınız onsuz da. Demək olar, hər şeyi soruşublar. 3 var, 4 var, 5 var, 6 var, 7 var, 8 var, 9 var, 10 yoxdur. Bir gedirik də. mən Üç. birinci sualda buxarlandırma, süzmə, niyə 2, 4 götürmədiniz, 1 götürdünüz? Fizikasiya deyir. Fiziki deyirmiş. Bax, fiziki yazmışam, üstlərinə kimyəviləri götürdüm. Düz deyirsən. 2-4-dür. Diqqətsizlik eləyirəm. Burada 2-dən yerdə diqqətsizlik. Yorğunluqdandır yəqin. Ya da tələskənlikdə. Bərabər kütlədə götürmüş bu və bunun reaksiya maddələrinin birindən 11 qram artıq qalmışsa, artıq qalma fərq deməkdir də. Baxın, bu 28 qram, bu 6 qram götürüləndə bunların arasındakı fərq olur 22 qram. 22 qram fərq olanda 2 mol amonyak alınır. Şərtdə deyirsə 11 qram fərq yaranır. Yəni artıq qalma var, x mol amonyak alınır. Bu da eləyər 1 mol, bu da eləyər 22,4. Çox asan izah. Yəni fərq artıq qalma bunların arasındakı kütlə fərqidir. Yaxşı mı? Artıq qalma. Artıq fərq, eyni şeydir. Dörd. Nədir? Doğru. SO2. Kükürt müsbət, sıfırdan müsbət 4-ə gəlir. 2 o 4 elektron verir. S plus flor 2-dən alınırdı. 2
SF6. SF6. İstəmirəm. 0-dan müsbət 6-ya gəlirdi. 6 bu düzdür. SO2 plus O2-də də nə alınırdı? SO3. SO3. Kükürt müsbət 4-dən gəlir müsbət. 6-ya 2 elektron bu da düzdür. S plus karbon. S plus karbon. Bir dəqiqə. Kükürdün karbonla reaksiyasına nə verə bilər? Karbon disulfit. Aha, CS2. Heç ağlıma gəlmir deyə. Bu İsmaila demişəm mən bunu, düzdür. Bəli, indi səs açırdım deməyə müəllim qabaqlandı. Yorğunçuluq belədir ya. Kükürdün verdiyi burada elektron vermir. Burada elektron alır. Özdə 4 dənə elektron alır, vermir. Bu çaşa bilərdi za. Ona görə 2 ilə 3. Bir var imiş ki orada. 4 getdi. 5. Burada silisyumun birləşməsi nə alınır? Mübarək insanlar. Natrium metasilikat alınır da. Bir də H2 alınır. Eləmi? Silisyumda 0-dan müsbət 4-ə gəlir. Yəni X müsbət 4-dür. Burada da magnezyum 2 C alınır. Silisyumda magnezyum müsbət 2 olduğu üçün mənfi 4. Plus 4, minus 4 cəmi də 0 eləyər. Dənə adlı siyahıya bir dənə baxaq. Bu Zeynəblər hansı Zeynəblərdir? Zeynəb, sən hansı Zeynəbsən? Mən. Sən. Obru, Mən. sən. Sən, hə, bildim. Sən Rəhimova deyilsən ki. Masallı deyilsən ki. Xeyr. Xeyr, bəli. O masallı Zeynəbi gərək şikayət eləyək. Başqa yolu yox. Mən birinci Altı. suallar, qrupun suallarında da ağırlıq var. Bəli, bəli. Normaldan ağırdır. Normaldan ağırdır. Bir Ersona reaksiyasında, bu reaksiyada R izobutil radikalsa X maddəsi müəyyən edir. Bu radikala uyğun maddə alınır. İzobutil budur. Deməli, elə belə bir alkan alınacaq. Bax, bu alkan alınacaq. Yəni, bu CO natrium olanda, natrium H-la reaksiya girəndə biz bunu demişdik ki, mübarək insanlar bu belə kəsilirdi. Alkan buna uyğun alınır. 1, 2, 3, 2 metil propan. Y variant. Allahım sən mənim ağlımdan müğayət ol. 7-ni də verdiyinizə görə gələcəyim özüm birinci mərtəbədən atım həyətə. Bu nə də? Birinci mərtəbə çox deyil, mən pilləkəndən atmamarsın. Sən kimsən? Miraqib. Miraqil, bugün əlavəyə gəlməmişdim. Bəli, müəllim, bilirəm. Zeynəb, sən də gəlməmişdin. Mən çatdıra bilmədim bugün, müəllim. Heç fiskaya da gedəməmişdim. Biraz gec durdum, ona görə bütün işim sarvat oldu. Gələn dəfədən gələcəm, rahat olun. Deməli, 2 mol metan, 0,5 mol propana neçə mol deyir ki, helyum əlavə eləməliyik ki, alınan qaz qarşılığında orta molyar kütləsi guruldayıcı qazın orta molyar kütləsinə bərabər olsun. İsmail, guruldayıcı qazın orta molyar kütləsi nə idi? 12. Bəli, bax, keçən dəfə demişdim. Guruldayıcı qazın kütləsi 36x-dir, orta molyar kütləsi 12-dir. Heç nə. M orta 12-dirsə, N1, M1, 2 vur 16 üstə gəl. N2, M2, 05 vur 44. N3, M3, X vur 4. Bölünsün mollar cəmi. N1, N2, N3. 2,5 plus X. Bunu da hesablasaq, imkanlı şəxslərdən hesablamada kömək istəyirəm. 24 üstə 6 gələndə 30 plus
hamı hesablaması bərbad deyə. Ölübsüz yerdən götürən yoxdur. 32, 22, 4x. 32, 22 edir 54. Plus 4x. 8x. 24, x da 3. Cavab Y variantı. Tamam. Mən hamısını kalkulyatorla hesablayıram. Mən də. Buna bayaq baxdıq da. Bunu 2 dəfə verib. 4-cü qrupda var idi bu. Polimetrimet akkurat. 9. Görürsünüz, sual köçürdüblər oradan oraya. 15, 16, 17, 18. Belə sualı bir-bir vermirsə, verəndə də ardıcılar. Əslində bu bir neçə nəfərin sualıdır ona görə. N2 plus 3H2. 2NH3. Baxın, bu tip suallar adətən birinci qrup qəbuluna gəlmir. 15-dir. Sonra izobutil radikalı tipli. Bunlar birinci qrup sualın qəbuluna mən şəxsən heç vaxt görməmişim. Amma izah eləyək də. Deyir ki, amonyakın sintezində azotun qatlılığını 4 dəfə azaldıb. Azotun qatlılığını 4 dəfə azaldıb deyəndə azotun yerinə 4 yazırıq. Əmsalı 1-dir, 4 üstü 1 vurulsun. Hidrogenin qatlılığını 2 dəfə artırdıqda. Hidrogenin qatlığı deyirsə, hidrogenin yerinə 2 yazırıq. Əmsalı da 3. Qüvvətə yazırıq. Azotun qatlılığını 4 dəfə azaldıb demişdi. 4də 1 yazmalıyıq. Bu da hidrogeni artırıb deyəndə 2 yazırıq. Əmsalında qüvvətə qoyuruq. 4də 1 vurulsun 8, o da edir sadəcə 2. 2 dəfə artar deməkdir. 2də 1 alsaydıq, 2 dəfə azalar götürərdi. Sualları səhv oxuyuram mən. Mən səhv oxuyanda mənə kömək eləyin də. Yəni, deyin ki, bax, elə yazılmayıb. Gübrə. Baxın, gübrədən çox sual verib. Gübrələrdən yəqin ki, sual gələcək. Ona görə gübrələrin özdə birinci qrupda ən çox nə tələb olunur? Gübrənin formulunu bilmək. Ona görə gübrə dərsinə baxmaq, diqqətlə yanaşmaq lazımdır. Diamorfoz. Hər sınaqda var gübrə sualı. Necə? 4-cü qrupda hər sınaqda bir dənə də olsa gübrə sualı var. Ona görə mən də ona fikir vermişdim. Gübrə çox sual. Bəli. Gübrədir, fərqdir, artımdır, azalmadır və bunlar sadə gübrə nədir? Sadə gübrə içində bir qida elementi olsun, yəni NPK-dan yalnız biri, kompleks gübrə 2 və ya daha artıq. Bəli. Bu da məsələn N var, P var, bu mürəkkəb gübrədir. K var, N var, mürəkkəb gübrədir. Yalnız P var, yalnız P var, sadədir. Aha, qıcqırma. Glikoza qıcqıranda nə verirdi? Təzə keçmişik. Spirt, yağ turşusu, bir də süt turşusu. Tez spirti, yağ turşusunun formulu nə idi? CH8COOH. Bəli. Süt turşusunun formulu nə idi? CH6OH. CH6OH. Bəli. Buradan da oxşen. Həmçinin burada başqa nəsə. Mən bir söz və bu qlukoza qıcqıranda spirt və CO2 vermir. Yazdım, tamamladım. Sualın axırına fikir verməmişdim. Sadəcə üzü maddələri yazmışdım. Gördüm ki, qazları istəyir. Tamamladım, görürsən. İndi reaksiyalardan qaz alınan maddə alınır. Yəni bir dəqiqə. 1 oksigen, 2 oksigen olanlarda. 1, 2 oksigen. Birinci, ikinci reaksiyalar.
3 oksijen olan süd turşusu da orada ancaq süd turşusu yaranır. Amin sen H2N plus 2NH-dır. İkili alkilamin. Bunun özdə dəxli yoxdur. Siz istəsəz lap bunu plus 3N də yaza bilərsiniz. H-xlorla aminlər birim birə girirlər. Birim birə. Yəni 18 qram bura yazdın. 200-ün 7.3% eləyir. 14.6 qram H-xlor. H-xlorun da emeri 36.5 olduğuna görə 14.6-nı 36.5-ə bölsək 0.4 mol edir. Deməli 18.9 qram aminlə 0.4 mol H-xlor reaksiya girib 1 mol H-xlorla da 14N plus 3 buradan 17 buradan 17 reaksiya girər. O yan, bu yan. N2. Ha, indi etilamin götürə bilərəmmi? Yoxsa dimetilamin götürə bilərəmmi? İkili amin deyir, ikili. İkilidə 2 dənə radikal olacaq. Demək ki, etilamin yox, dimetilamin götürəcəm. CH3, NH, CH3. Belə. Allah insafınızı çəkməsin. Disproporsiya. Yəni A'dan gediş. D. H2O plus O2. Oksijen mənfi 1-dən. Həm mənfi 2 həm də 0-a gedir. Məsələn, burada xlor, kalium xlor plus O2. Bu da dəyişir, bu da dəyişir. Burada vahşi çox şey dəyişir. Burada 2 element dəyişir. Hidrogen müsbət 1-dən 0-a. Oksijen mənfi 2-dən 0-a. Bu disproporsiyanın əksisidir. Kommutasiyadır. Cavab D'dir. Yorulmamışsınız siz. Kim yorulub? Var yengil var. Mən. Kim? Mən. Sən yorulmuşsan. Bəli. Ümumilikdə hazırlaşmaqdan, amma girəməməkdən yorulmuşam. Sən həyatdan yorulmuşsan. Adın nə idi? Gültac. Gültac, bu il neçənci ildir imtahana girəsən? Öz ilim idi. Bir dəfə məzuna qaldım. Sonra da indi bir dəfə də məzuna qalam. 3-cü il olacaq. 3-cü il olacaq. İnşallah bu il istədiyini qazanarsan deyəcəm. Bəli. Amma niyə demisiniz? Mən deyəcəm nədir? Qazanarsan da dedim, bəli. Hə, Bizim burada oldu. seyidlər Tamam. filanlar var. Prosenin dərsdə yox. Orijinal seyidlərimiz var. Elhamdülillah. Onlara məsələn oyun alsam, yəqin ki, işin yaxşı keçər. Siz tərəflərdə var belə bir inanclar, seyidə filanı oyun almaq. Biz tərəfdə təkcə şeydir. Seyid, yəni baxsa bütün işin səhv gedər şeyinə seyid deyirlər. Başa salamadım. Yox. Yəni pis mənada şey deyirlər. Bizdə seyid sözünü. Miragil səsini çıxartma. Elhamdülillah. Müəllim bizdə nə bilim vallahi. Bəli, Şəmkir tərəflərə də gedib eləmə. Bizdə Getsən müqəddəs. də demə seyidəm. Müəllim, Yox bu müəllim, şey- ayıb olacaq. Promoy deyəcəm, imamam deyəcəm. Müəllim, bu şeyləri demirlər, nə bilirsə adamlara. Sən Fatimə deyilsən. Hə müəllim, dini Fatimə adamlar. sizdə necə baxırlar? İmamdan gələn sayılır da Biz şey. müəllim Bir inanırlar ona. dəqiqə də bala görək Fatimə nə deyə Müəllim, xaçmazda biz də görək necə. inanırlar ona. Bizim bir qohumumuz da var, Seyidlər elə xalam oğlu gəlir. Hə, Miri, sən ora gedə bilərsən, çörəyin olacaq orada. Yəni inşallah müəllim, Allahın köməyi ilə. Bəli. Getdik 24-cü sualda deyib 1 mol doymuş halda idi 176 qram suda tam əldə etdikdə 20% məhlul almış. Sal deyim,
1 mol doymuş aldehid 14N plus 16 da. Aldehidlər CnH2 olur. Düzdür? Və biz həmişə demişik ki, bu faizi verən həll olandır. Həll olanımız da aldehiddir. Deməli, bu aldehidin 1 molu bu məhlulun 20%-ni təşkil edir. Məhlulun geri qalan faizi, yəni 80%-i də oradakı sudur, 176. Çarpaz 176 növdə 4-ə bölək. 14N plus 16 bərabərdir 44, N də bərabərdir 2. Karbon atom sayı 2-dir. Və nəhayət 28-ci sual. İkili butil, bu butil radikalların, mən birinci qruplara deyəsən deməmişəm. Onları asan yadda saxlama formasını bir ara yadıma salın. Sizə deyim onu. Yəni, çox rahat formada necə yadda saxlayarsın. Karboksil qrupu COH-dır. Quruluş formulu budur. Və molekulda sigma rabitələrin sayını yazın deyir. Baxın, burada 4 dənə karbon var. C4, H9, COH-dır. Biz nə edirdik sigma üçün? İndeksləri toplayıb 1 çıxırdıq. 13, 14, 15, 16, 17 çıx 1, 16. Bu qədər. Birinci qruplar 15-16-da çox sual var. Mən ona başlasam, yəqin ki, geç qutarıram. Bir dənə 4-cü qrupda da 15-ci sınava baxım. Onların sualı azdır. 3 dənə birindən, 2 dənə birindən. Siz də baxın suallara ki, yol öyrənirsiniz. Əsas burada sual həll eləmək deyil ki. Əziz 4-cü qruplar. Baxın. Müəllim, mən çıxa bilərəm. Riyaziyyatdan gələndən sonra yemək zad yemədim, promo dərsə qoşuldum. Tamam, gedə bilərsən. Oldu, çox sağ olun. Xoş dərsdir. Sən bundan sonra yediyin yemək həzm olunmayacaq, mübarək. Eybi yox, mən boş şeydə 3-də 4-də yatıram. Ha, yaxşı. Sağ ol. Soruşan da olsa dərs oxumur ha. Oyun oynadığı üçün 3-də 4-də yatır. Yox, müəllim. Ayıb Hə? olar ki, əhiyyazat saxlayırıq müəllim. Yəni, hələ bu əhiyyə saxlayarsan ona görə vaxtım gedərdi. Yoxsa dərsə görə müəllim, indi qalmaz. sabah yoxlayarsa dəftərlərimi müəllim. Fizika, kimya hamısını yazıb gələcəm sabah inşallah. Fizika Dördüncü əlaqə. qrupu. 1. Narahat olma Gültaç, 1'dir. Bilirəm. Oldu müəllim, sağ ol. Annem, Telegramda hamının qrupunu soruşuram. Nəysə, hansısa sualda cavab yazan hamısının qrupunu soruşuram. Bəli, səndə travma yaranıb ona görə. 92 kilojol istilik ayrılanda 6 qram hidrogen, 28 qram da azot reaksiya girir. 184 ayrılıbsa 2 qatdır. 12 qram hidrogen və 56 qram azot reaksiya girir. Mənə deyir ki, bunlar eyni kütlədədir. AA. Hə? Bunlardan. Əslində belə də eləyə bilərdi. Qoy sizə bir dənə yol deyim. Baxın, burada 12-yə 56 tapdıq. Eyni kütlə deyirsə, hər ikisini 56 götürəcək. Yəni, A-ya 56 deyəcək. Bir bu yol var. Burada artıq qalanda hidrogen olacaq. Bir də bunların hər ikisini A-a düşünsək. Hidrogen tam reaksiya girər, yoxsa azot? Azot. Çünki Hidrogen. azotun nisbəti daha kiçikdir. A bölü 28 kiçik. A-ya görə bu 28-i 184-dən və bu çarpazdan istiliyə görə A-nı tapsaq, A edir 56. Və hidrogen də 28 qram azotla 6 qram hidrogen, 56 tapdıq azot, 56 ilə də 2 dəfə çox 12 qram hidrogen reaksiya girər. 56 çıx 12. 44 qram H2 artıq qalar. Bir artıq qalan maddə neçə qram karbonla təsirdə olar? Karbon plus H2. CH4. 2. 4 qram hidrogen 12 qram karbonla reaksiya girər. Bəs 44 qram nə qədərlə girər? 11, 12, 122 edir bu. 132 edir mənim deyəsən. 132 ben.
132 də müəllim, mən özüm hesab edirdim. 122 hesapladım, cavab 132 çıxdı. Bax, orada nədir? Hesab səhvi mən də edirdim az qala, amma kalkulyator sağ olsun da. 15 idi bu. Bayaq da 15 izah edirəm. 23, 26. Yəni burada mən 19 düz yazmışam, amma Kuprum niyə Kuprum 2O vermir? Mis yananda tam oksidləşərək mis oksid verir də, mis 2O verməz. Mis 2O'nu bir dənə haçan alatsan. Mis OH2 Aldehid, plus bəli. aldehid, ay sağ ol, aldehid, mis 2O. Tamam, səndə. Başqa yoxdur, hə? Onda Kuprum 2O mənim. Bir də mis OH-ın özü parçalansa. İndi versə ki, bu parçalanır, Hə, deyəcəm o da orada bir valentdir də. ona başqa görə. yox. Başqa qabağınıza çıxmaz. Çox sağ ol. Buyur. Deməli, nədir? Deyir, su ilə reaksiya daxil olan, reaksiya daxil olan suyun miqdarı. Kalsium karbid plus su. Kalsium hidroksid və asetilen verir də. Verir. Əmsallar 2. 2, 2, 4. 2, 2, Suyun 4. qabağına 2. Ara. Suya attım da Suyun 2. qabağına 2 deyim. Alüminium hidroksid və CH4. Birinci qruplar əgər istəyirsə çıxa bilərlər. Boş yerə saxlamayaq onları. Onsuz da birə baxmayacaq. İstəyən qala bilər, istəyən çıxa bilər. Burada suyun qabağına 12, alüminium hidroksidin qabağına 4, obisinin də qabağına 3. Bəli. İndi reaksiya daxil olan suyun mol miqdarı 20-dir. Baxın, X bu olsa 2X, Y bu olsa 12Y. X plus Y 5 verib. 2X plus 12Y də 20 verib. Yuxarını bir də 2-yə vursaq, 2X plus 2Y bərabərdir 10. Çıxsaq, 10Y bərabərdir 10, Y bərabərdir 1. 1-in bu qiymətini burada qoysaq, X bərabərdir 4. İlkin qarşıda kalsium karbidin kütlə payıdır. Kalsium karbid 4 moldur, kalsium karbid. 1 molda alüminium karbid var. Hesabdır da bu. 64'ü 4'e vuranda eləyir 256. Budur. 27 vur 4 üstə gəl 36. 144'də budur. Kalsium karbidin kütlə payı da 256 bölünsün. Bunların cəmi 400. Bu da eləyər 256 bölü 4 64%. Cavab burada 64% eləyəcək. Kim alındıra bilməmişdi bunu? Hamı alındırmışdı. Bəs niyə izah elədi? Tamam, 26'ya baxaq. Bu sadədir ki, bunu niyə yazmamışsınız? 20%li məhlul, yəni 100 qram məhlul desək, 20%lidir. Onun içində 20 qram duz var, 80 qram su var. Həllecin yarısı buxarlandırdıq da. Yəni suyun yarısı getsə 40 qram su qalar. Yəni son hanımız budur. 40 qram su, 20 qram duz. KH da duz və su vur 1000'dir. 500 qram. Sınav 16'da da 2 dənə sual var. Ona baxaq, bitirək. Silisium X-də birləşmədə X-in protonları bütün X-in protonları bütün protonların 72%'ni. Demək 72% budursa bu 28%'dir. Silisiumun protonları burada 14 də 4X. 2 36 X bərabərdir 4. 9. 9 proton flordur. Flor natrium H-dan NaF su verir. Belə bir şey vermir. Bu səhvdir. Bəli, bu belə bir şey var idi. H flor plus CO2 SiF4 plus H2O.
Flor 2 plus SF6 var Dörd nə idi. yazılır? Bu yox idi. Cavab 2 və 4 olacaq. Bir də sona da baxaq. Bəli, Flor 2 HF plus O2 də var idi. 2, 4, 2, 3, 5. 235 A variantı. Sonra 25. Deyir ki, X maddəsini eyni kütləli 20% məhlulundan suyun 4/3-ü 40% məhlulundan isə suyun 2/1 buxarının eyni kütləyə deyirsə, hərəsini 100 götürə bilərik deyə düşünürəm. 100 qram 20% məhlulunda 20 qram duz var, 80 qram su. Suyun 4/3-ü buxarlandırıbsa 4/1 qalıb, yəni 20 qram su qalıb. Sonra 100 qram 40% məhlulunda 40 qram duz var, 60 qram su var. Suyun da burada 2/1 buxarlandırılıb, yəni 30 qram qalıb. Mən həmin həll olma əmsalını qarışdırılanda 20, 40, 60 bölünsün, 20, 30, 50. Vurulsun 1000. Bu da edir 1200 qram bölü litr. 25 də bu cür olacaq. Belə. Deməli, çox təəssüf ki, mən birinci qrupun sınavlarının hamısına baxa bilmədim. 15-ci sınavda 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 22 dənə sual var. İndi 22 dənə deməyək, laf 15 dənə, 16 dənə sual var. Bir dənə sualdan bəzi yerlərdə ikisini yazmışam. Amma yəni az deyil də. Bəli, de. Mən bir dənə birinci suala baxaydı. Burada Bəli. bu Eləyirəm. bu cavabı səhvdir. Bunu keçən dəfə də mənə kimsə atmışdı. Mən burada A variantıdır. Bir dənə baxım validə. Kimsə atmışdı da yadımda deyil. Kim atmışdı? Deyir 2 mol Y bəsit maddəsi alınmışsa 2 mol. Hidrogen sulfidin həcmi də elə 2 mol olacaq. Bu da 44,8. Havayla. Bəli, səhv yazdım. İndi 15-16 mən necə eləyəcəm bilmirəm. Hayda. Çox sual var. İzah çəkəcəm deyim. İzaha vaxt yox. Nə eləyim mən? Nə eləyim? Ağıllı insanlarsınız. Necə eləyər? Baxın, 4-cü qruplar. Gələn dəfəyə 17-18 işləyin. Bazar günü. 17-18. Yox, bazar gününə eləyərsiniz, bəli, bazar günü 17-18. 2 dənə sınav verirəm ki, birinci qrupların suallarına biraz baxa bilim. Məndən olsa, 4-cü qruplar birinci qrup sınavlarında işləsinlər ki, görsünüz, suallar dil səviyyəsindən çətindir. Hətta deyərdim, 4-ün qəbuluna daha yaxındır. İşləsəz yaxşı olar. İşləyərdim. Mən onu verərəm, sizə də verərəm işləyərsiniz. Bəli. İşləyərdim.